Fermerin rifahı aqrar sahənin inkişafıdır. Ənənəvi olaraq məhz bu sözlərlə bugünkü verilişimizə başlayırıq. Fermerin real dostu efirdədir. Qeyd edim ki, bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Fermerin real dostuna baxırsınız. Biz davam edirik. Əziz zəhmətkeşlər, hörmətli fermerlər və tamaşaçılar. Fermerin real dostunda bu mövzudan çox danışırıq. Çünki bu mövzu fermerlərə ən çox maraqlandıran mövzulardan, sahələrdən biridir. Söhbət subsidiyalardan gedir. Dövlət dəstəyinin xüsusi bir formasıdır. Əvəzsiz verilən məbləğlərdir. Subsidiya dövlətin əsas siyasətindən, əsas kənd təsərrüfatı, aqrar siyasətindən biridir. Və bu siyasəti həyata keçirən və subsidiyaları fermerlərə, necə deyirlər, əlçatan eləyən qurumlardan biri Aqrar Kredit və İnkişaf Agentliyidir. Aqrar Kredit və İnkişaf Agentliyi mütəmadi olaraq bununla bağlı təbliğat işləri aparır və bizim verilişimizə də mütəmadi şəkildə həmin qurumdan qonaqlar gəlir. Elə bugün də subsidiya ödənişləri və bu istiqamətdə tətbiq olunan yeniliklərlə bağlı qonağım var. AKİA'nın, yəni Aqrar Kredit və İnkişaf Agentliyinin Dövlət Dəstəyi Şöbəsinin müdürü Rəşad Fəttahov bizimlə bərabərdir. Rəşad müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmişsiniz. Xoş gördük Ruslan bəy. Mən də sizi, bizi izləyən tamaşaçılarımızı və dəyərli fermerlərimizi buradan salamlayıram. Rəşad müəllim, bir neçə sualım olacaq fərqli istiqamətlərdə, amma istəyirəm ki, aktuallıq nöqteyi nəzərindən biz barama subsidiyasından danışaq. Çünki bilirəm ki, bölgələrdə ələxsusda yayın bu dönəmində artıq birinci mərhələdə səhv eləmirəmsə, barama istehsal edən fermerlər, yəni kümçülər öz məhsullarını tədarik məntəqələrinə təhvil verirlər. Yəni bu proses demək olar ki, yekunlaşmaq üzrədir. Vəziyyət nə yerdədir və onlara, yəni barama subsidiyasını almaq istəyən kümçülərimizə subsidiyalar nə zaman ödəniləcək? Sualınıza görə təşəkkür edirəm Ruslan bəy. Bəli, doğru vurğuladınız. Günün aktual məsələlərindən biri də hal-hazırda kümçülər tərəfindən istehsal olunmuş barama məhsulunun tədarükçülərə təhvili prosesi artıq ilk etapda başa çatıb. Qısa olaraq onu bildirmək istərdim ki, Aqrar Kredit və İnkişaf Agentliyi 759 nömrəli fərmanla tənzimlənən subsidiya ödəmələrinin icrasını həyata keçirir. Hal-hazırda barama subsidiyası üzrə yaz və yay periodlarına görə iki periodda yığım həyata keçirilir. Yazlı dövrdə yığım artıq 30 gündə başa çatıb. Fermerlərin diqqət etməsi gerəkən məsələlərdən biri də odur ki, 30 iyuna təhvil verdikləri məhsulun elektron kənd təsərrüfatı və informasiya sistemində, yəni qısaca desək ECDIS-də formalaşmış subsidiya müraciətlərini yoxlamalıdırlar, təsdiqləməlidirlər və qaydalara görə 1 iyul, 15 iyul aralığında bu proses tamamlandıqdan sonra 15 gün ərzində subsidiya ödəmələrinin icrası başlayacaqdır. Bəli. Təbii ki, burada fermerlərimizin əsas baxmalı olduğu, kontrol etməli olduğu keyslər var ki, tərtib etdikləri qaymələri diqqətlə baxmalıdırlar. Təhvil edildikləri məhsulun növü, orada baramanın bir neçə növü var, sort qarışığı, qarapaça və s. Növünü daha dəqiq qeyd etməlidirlər. Miqdarını, təhvil etdiyi məhsulun miqdarı, özlərinin şəxsi məlumatları, yəni ad, familiya, ata adı, fin məlumatları, hüquqi şəxsi səviyyə məlumatları dəqiqliklə qeyd olunmalıdır və tədarükçü tərəfindən daxil olmuş həmin qaymələr fermer tərəfindən yoxlanıldıqdan sonra ECDIS-ə təsdiqlənməlidir və təsdiqlənmiş qayməyə uyğun olaraq subsidiya müraciəti formalaşır avtomatik olaraq və formalaşmış o subsidiya müraciətinə görə subsidiya hesablanır. Nə qədər? Kiloqramına 6 manat nəzərdə tutulur hal-hazırda. AKİA tərəfindən verilən məbləğdə bu bəli, tədarükçü deyil. AKİA tərəfindən, bəli. Tədarükçü tərəfindən ayrıdır. AKİA tərəfindən verilən kiloqramına 6 manat nəzərdə tutulur. Və bütün bu proses tamamlandıqdan sonra, bütün məlumatlar, rekvizitlər doğru olduqdan sonra subsidiyanın ödənişi başlanır. Bu birinci etapdır, bu yazlıq dövrdür. Bəli. Yaylıq dövrdə isə artıq bu proses tamamlanacaq son gün 30 sentyabra qədər məhsul yığımı başa çatacaq. Eyni qaydada 1-15 gün ərzində, yəni 1-15 oktyabr aralığında qaymələrin yoxlanması, təsdiqlənməsi, subsidiya müraciətinin formalaşması prosesləri tamamlanacaq və ondan sonra 15 gün ərzində də hesablanmış subsidiyaların ödənişi icra olunacaq tərəfimizdən. Çox gözəl. Rəşad müəllim, AKİA tərəfindən dövlət subsidiyası
Hər 6 manat. kiloqramına görə 6 manatdır. Amma tədarüşçülərə, yəni daha doğrusu kümçülərin tədarüşçülərə təhvil verdikdən sonra aldıqları bir məbləğ də olur da. Səhvləmirəmsə bu 5 manat 5 manat. bu tədarüşçü tərəfindən ödənilən məbləğ. Cəmi 11 manat hər kiloqramına görə kümçülər baramadan Vəsaitdən faydalanılır. vəsaitdən faydalanılır və ara belə deyək də təsərrüfat, kənd təsərrüfatı fəaliyyəti kimi kifayət qədər yaxşıdır. Yəni bir təxminən 35-40 gün ərzində baramanı yetişdirib yaxşı, necə deyirlər, gəlir əldə etmək mümkündür, düzdürmü? Bəli. Çox gözəl. Mən istəyirəm digər bir layihədən danışaq, layihə və ya bir digər subsidiya dəstək mexanizmindən danışaq. Söhbət dincə qoyma subsidiyasından gedir. Bu çox maraqlı bir deyək ki, məqamdır. Həm də fermerlər tərəfindən də diqqətlə izlənilir ki, bax bu dincə qoyma subsidiyasının mahiyyəti nədən ibarətdir? Yəni torpağı dincə qoyub buna görə həm də pul almaq, dövlətdən dəstək almaq mümkündürmü? Və eləcə də maraqlıdır ki, hansı bölgələrimizdə ilkin mərhələdə bu dincə qoyma subsidiyası reallaşdırılacaq? Hər il Aqrar Subsidiya Şurasının iclası keçirilir. Avqust 2025-ci ildə keçirilmiş Aqrar Subsidiya Şurasının iclasında alınmış qərarlardan biri də oydu ki, dincə qoyulmuş torpaqlara bir subsidiya ayrılsın, həmin fermerlər subsidiyadan faydalansınlar. Təbii ki, orada da bəlli bir şərtlər var, bəlli bir kriteriyalar var ki, həmin şərtlər yerinə yetirildiyi təqdirdə fermerlər dincə qoyulmuş torpaqlara görə dinc subsidiyasından faydalana biləcəklər. Bu şərtlərdən bir neçəsini vurğulamaq istəyirəm ki, bunlardan biri bəlli bir rayonlarda həmin dəmyə torpaqları nəzərdə tutulur, həmin ərazilərdə. Bunlar Şəki, Şamaxı, Yardımlı və Qobustan rayonları əsas götürülür. Digər bir kriteriya, həmin fermer 3 il ardıcıl eyni bitkini əkməli və iqtisadi bəyan etməlidir. Bu, ya buğda, ya da arpa ola bilər. Əgər bunlar baş veribsə, növbəti ildə fermer həmin torpaq sahəsini dincə qoya bilər və bununla bağlı müraciət edə bilər Kənd Təsərrüfatı Nazirliyinə. Həmin müraciət əsasında təbii ki, monitorinq aparılır, yoxlanılır. Monitorinq tamamlandıqdan sonra həmin torpaq sahələrinin hər hektarına görə 220 manat subsidiya ödənişi nəzərdə tutulur. Təbii ki, fermer bu subsidiyadan nə kimi faydalana bilər, bunu necə istifadə edə bilər sualını cavablandırsaq, fermer aldığı bu subsidiya vəsaitindən həmin o dincə qoyulmuş torpağın şumlanmasına, eroziyadan qorunmasına, münbitliyin artırılmasına, orada agrotexniki işlərin aparılması, mallanma kultivasiya işlərinin aparılması və ən əsas da növbəti əkin ilində hazırlanması məqsədi ilə lazım tədbirlərin görülməsi üçün istifadə edə bilər. Hansı bölgələrimizdə birinci mərhələdə bu dincə qoyma subsidiyası tətbiq olunacaq, yoxsa bütün ölkəni əhatə edir? Hal-hazırda Aqrar Subsidiya Şurasında bu 4 rayonun əhatə edir. Şəki, Şamaxı, Yardımlı və Qobustan rayonları. Hələ ki, bu rayonlarda təbii ki, növbəti mərhələdə ehtimal var ki, tətbiq olunacaq. Getdikcə genişlənəcək. Çox gözəl. Rəşad xan, mayın 31-də yazılıq əkinlərin bəyanlarının müraciət dövrü başa çatdı və maraqlıdır ki, hazırda bu bəyanlara görə subsidiya ödənişləri ilə bağlı vəziyyət nə yerdədir? Yəni fermerlərimiz yüzlərlə, minlərlə insanlarımız maraqlıdır ki, biz bu subsidiyanı nə vaxt alacağıq? Bəli, mayın 31-i yazlıq əkinlərin bəyan dövrü və yazlıq dövrdə bəyan edilən çoxillik bitkilərin bəyan dövrü bitdi. Payızlıqdan başlasaq, olsun payızlıqdan başlayaq. Əgər orada müəyyən ödəmələr varsa, gəlin oradan başlayaq. Onlar haqqında bir məlumat vermək istəyirəm fermerlərimizə. Payızlıq dövrdə bəyan olunmuş birillik və çoxillik bitkilərə görə subsidiyaların məbləğə görə, təbii ki, subsidiya müraciəti olunmuş bəyanlar əsasında baxsaq, məbləğ ifadəsində bunun faiz ifadəsində məbləğin 97%, hektara görə baxdığımızda 98%, fermer sayına görə baxdığımızda isə artıq 99% ödənilib. Geriyə qalan hissəsi monitorinqlə gözləyən əkin sahələridir ki, bu il monitorinqlər kifayət qədər daha çox ərazini əhatə edir və buna görə, bu səbəbdən yəqin ki, gecikmələr var. Daha doğrusu belə deyək də, prosedur budur. Bəli, prosedur gərək ona görə 1% civarında qalıb. Onlar tamamlandıqdan sonra, təbii ki, burada incə bir nüansa diqqət etmək lazımdır. Ola bilər ki, monitorinqlər tamamlanıb əslində, sadəcə olaraq fermer unudub, monitorinq nəticəsini təsdiqləməyib. Orada 15 gün müddət məsələsi var. Onlar təsdiqləndikdən sonra
subsidiya ödənişi onlara da həyata keçiriləcəkdir. Yazlıq dövrə gəldiyimizdə isə, yazlıq dövrdə bəyan olunmuş birlik və çoxillik bitkilərin əkin subsidiyasının ödənilməsi artıq başlanılıb. 41% demək olar ki, ödənilib. Bəli. Geriyə qalan artıq monitorinq predmeti olan bəyanlardır ki, bunlar hal-hazırda monitorinq prosesindədir. Müfəttişlər tərəfindən monitorinq daimlərimizin müfəttişləri tərəfindən hal-hazırda onların monitorinq aparılır. Monitorinq prosesləri tamamlandıqca onların da ödənişi həyata keçiriləcək ki, təbii ki, burada digər məsələlər də var. Sığorta məsələsi var, torpaq analiz məsələsi var. Onlar da qaydasındadırsa, sənədləri qaydasındadırsa, vaxtında işlənibsə təbii ki, onların da ödənişi vaxtında icra olunacaqdır. Çox gözəl. Mənim xüsusən torpaq analizindən bağlı sualım olacaq. Bu yaxınlarda sosial şəbəkələrdə qarşıma çıxdı. Danışacağıq bu haqda. Mən bizə yeni baxan, indi qoşulan, televizor qarşısına keçən tamaşaçıları, fermerlərimizi, zəhmətkeşlərimizi salamlayıram bir daha. Siz Fermerin Real Dostu verilişinə baxırsınız Real TV-də və biz subsidiya ödənişlərindən bu sayədə mövcud və tətbiq olunacaq yeni necə deyirlər, yeniliklərdən danışırıq və mənim qonağım Aqrar Kredit və İnkişaf Agentliyinin Dövlət Dəstəyi Şöbəsinin müdürü Rəşad Fəttahovdur. Rəşad müəllim, yazlıq əkinlərin bəyanı dövründə həm də xüsusi önəmli olan bir dövr vardı. 31 maya qədər həm də bağlarla bağlı bəyanlar olur. Bağlar isə ölkəmizdə günü-gündən çoxalır, meyvə bağlarından söhbət gedir. Və meyvə bağlarının, yeni salınan meyvə bağlarına görə demək olar ki, hamı bilir, amma bilməyənlər üçün deyim, dövlətin xüsusi yanaşması var. Bu sahə bizim üçün stratejidir. Ölkədən ixrac olunan kifayət qədər böyük və ölkəyə kapital gətirən meyvəçilik istiqamətlərimiz var ki, məhz buna görə də Kənd Təsərrüfatı Nazirliyi həm də AKİA bu sahəyə önəmli yanaşır. Maraqlıdır, bir dəfəyə məxsus, yəni bağlara görə, yeni salınmış bağlara görə, bir dəfəyə məxsus o bağların subsidiyasına vaxt ödəniləcək. Xüsusən də Lənkəran bölgəsindən bizə tez-tez yazırlar. Əl-əxsusda buradan fermer var. Elə Zaur, onu da salamlayıram. Tez-tez yazır, soruşur. Bu da normaldır. Fermerin real dostu kimi biz də onu cavablandıracağıq. Sizi eşitmək istəyirəm, Rəşad müəllim. Doğru vurğuladınız Ruslan bəy. Bəli, burada əsas məqsəd ölkənin ixrac potensialının, meyvə bağları üzrə ixrac potensialının artırılmasıdır ki, məhz bu ixrac potensialının artırılması məqsədi ilə yeni salınmış bağlara bir dəfəyə məxsus ödənişlər həyata keçirilir. Təbii ki, bu böyük məbləğlərdən söhbət gedir. Burada böyük əmsallar nəzərdə tutulub. Burada da əsas məqsəd fermerin o bağın salınması üçün çəkdiyi müəyyən bir xərcin, qoyduğu investisiyanın müəyyən bir hissəsinin kompensasiya edilməsi məqsədi ilə həmin bu məbləğlər ödənilir. Təbii ki, bu məbləğlərin ödənilməsi üçün müəyyən bir şərtlər, kriteriyalar var ki, o şərtlərə yerinə yetirilməlidir. Və bilirsiniz ki, Aqrar Subsidiya Şurasının hər il keçirilən iclasında yeni bağlar nəzərdə tutulur və bu bağlara görə yeni şərtlər var. Daha da şaxələnir, belə deyək, inkişaf daha da artır. Orada hündürlük məsələləri var, minimum hektar məsələsi var təbii ki. Bağın salınması üçün damcı suvarma sistemi tələbi mövcuddur, sığorta tələbi var. Hətta onu da vurğulamaq istəyirəm ki, bəzi bağlar var ki, onlarda sığorta icbari yox, könüllüdür. Fermer istəsə, könüllü şəkildə sığortala bilər. Bu kinkan, kivi, moruq, şabalıd və s. bağlardır ki, bunlar da məcburi deyil. Fermer könüllü şəkildə istəsə bağ sığortalaya bilər. Amma digər bağlar icbaridir, mütləq şəkildə sığortalanmalıdır. Bəzi bağlar var ki, orada direkt sistemi var, sertifikat tələbi var, tinlər sertifikat, mütləq şəkildə sertifikatlı tinlərdən istifadə edilməlidir. Və ən əsas digər məsələlərdən rayonlaşma məsələsidir. Hansı rayonda nəyə əkmək olar təbii? Sadə bir üsulla... Əkə bilərsən, amma subsidiya sıfır əmsal hesablanır. Bəli, sadə bir üsulla... Subsidiya almaq istəyirsənsə, təbii ki, bilməlisən ki, dövlət harada uyğun görür da bunu, düzdürmü? Təbii ki. Yəni, aqronomik baxımından bir misal olaraq deyə bilərik ki, limon ağacı bəlli bir rayonlar var da, cənub zonasında. Subtropik zona meyvəsidir, bəli. Masallı, Astara, Leyli. O zonada əkilsə, o bağın verdiyi məhsuldarlıqla hər hansı bir rayonda, mərkəz aranda tutaq ki, Abşeranda, mərkəz aranda və ya da Quba-Qusar zonası salınan bağda da məhsul olacaq, amma ki, o məhsuldarlıq eyni olmayacaq təbii ki. Dövlətin də marağı odur ki, məhsuldarlıq yüksək olan rayonlarda bağ salınsa, və bu sadaladığımız şərtlər yerinə yetiriləcəyi təqdirdə həmin o bir dəfəyə məxsus ödənişlər həyata keçirilir, ödənilir.
Nə vaxta gözlənilir? Bugünə vəziyyət necədir? Artıq başlanılıb. Artıq Aha, başlanılıb. Təbii ki, bu nədən asılıdır? Monitorinqlərdən asılıdır. Burada iki tip monitorinq var. Rayon daimlərinin, Dövlət Aqrar İnkişaf Mərkəzi müfəttişlərinin apardığı monitorinqlər və Aqrar Kredit İnkişaf Agentliyinin müfəttişlərinin monitorinq şöbəsinin apardığı monitorinqlər. Bəli. Onlar tamamlandıqca və dediyimiz kriteriyalar tərəfimizdən yoxlandıqca subsidiya ödəmələri həyata keçirilir. Proses artıq başlayıb və Lənkərandan olan zarurun ödənişini gələn həftələrdə ödəyə biləcək yoxsa yox? Bax, dediyim kimi, əgər bütün kriteriyalar yerinə yetirilibsə, Təbii, qaydalar. Əlbəttə ki, reqlament burada fərdi yanaşma yoxdur. Burada təbii ki, hamıya eyni prinsipdir, düzdür Rəşad? Əlbəttə. Bütün kriteriyalar yoxlandıqdan sonra şərtlər yerinə yetirilibsə, bir dəfə məxsus ödəmələr dediyim ki, monitorinqlər tamamlandıqca, nəticələr sistemə işləndikcə və fermer tərəfindən həmin nəticələr təsdiqləndikcə onların icrası həyata keçirilir. Çox gözəl. Gəlin, çox qısa, amma vacib bir məsələyə də toxunaq. Söhbət təkrar əkinlərdən gedir. Bunu unutmayaq, mənim xatirimdən bir balaca çıxdı. Təkrar əkinlər də vacibdir. Biz bilirik ki, ildə dövlətimiz ikinci dəfə bir bitkini əkməyə görə əlavə subsidiya verir də. Düz dedim, Rəşad müəllim? Bəli, doğrudur. Bunlar bəlli bir miqdarda, bəlli bir bitkilərdir ki, onların bəyan dövrü var və bəyan dövründə bir balaca dəyişiklik var. İndi iyul ayını yaşayırıq və çox qısa zamanda, yəni avqustun 1-nə qədərdir səhv eləmirəmsə müddət. Doğrudur. İstəyirəm ki, bir balaca bununla bağlı danışasınız. Təkrar əkinlərlə bağlı yanaşma necədir və fermerlər nə etməlidirlər? Təkrar əkin bəyan dövrü artıq 1 iyundan başlamışdır və sizin qeyd etdiyiniz kimi 1 avqusta qədər tamamlanacaqdır bəyan dövrü. Burada şərtlər nələrdir? Təkrar əkin bəyanı etmiş fermerin ən əsas əkin bəyanı olmalıdır. Əsas əkin bəyanı olmayıb da təkrar əkin bəyanı edən fermerlərə təkrar əkinə görə subsidiya ödənilmir. Əsas əkin bəyanı olmalıdır. Aqrar Subsidiya Şurasının protokolunda nəzərdə tutulan bəlli bir bitkilərə görə təkrar əkin subsidiyası hesablanır və ödənilir. Bu bəlli bir bitkilər dediklərimiz günə baxan, çəltik, sorğo, kartof və tərəvəz məhsulları da nəzərdə tutulur. Qarğıdalı. Qarğıdalı, bəli. Burada bir qeyd etmək istəyir, qarğıdalıda 50 manat nəzərdə tutulur bir hektara görə. Digərlərində 120 manatı bəli hektarına görə. Təbii ki, burada da çəltik və qarğıdalı bitkiləri sığortalanmalıdır və digər torpaq analizi məsələləri də burada önəmli məsələlərdən biridir. Orada şərtlər var təbii ki, hektar şərtləri var. Bəlli bir hektardan yuxarı və bəlli bir sahədən böyük olan əkin sahələri həm sığortalanma, həm torpaq analizi aparılmalıdır ki, onlara təkrar əkin subsidiyası ödənilsin. Rəşad müəllim, bu yaxınlarda TikTokda qarşıma video çıxdı. Fermer idi və qarğıdalı sahəsi əkmişdi. Qarğıdalı əkmişdi öz sahəsində. Şikayət edirdi ki, agrokimyəvi analizi vermədiyinə görə ona 30 manat, yəni hər hektarından aldığı subsidiyadan 30 manat pul tutulacaq və ya tutulub. Bu ümumiyyətlə doğrudurmu? Yəni bu məlumat, həmin vətəndaşın verdiyi məlumat doğrudurmu? Əgər doğrudursa, istəyərdim ki, izah eləyəsiniz. Niyə həmin şəxsdən 30 manat tutulub? Bəli, Ruslan bəy, o videonu mən də rastlaşdım, həmin fermerin şikayətini mən də gördüm. Fermerin şikayətinə görə, bəli, elə bir qayda mövcuddur, elə bir qayda Aqrar Subsidiya Şurasının protokolunda var. Az əvvəl də qeyd etdiyimiz kimi, Aqrar Subsidiya Şurasının iclasları 759 nömrəli fərmanla tənzimlənir. Və hər il keçirilən Aqrar Subsidiya Şurası iclasında bəlli bir qərarlar, qaydalar qoyulur ki, və bu qaydalara uyğun olaraq kontrollar həyata keçirilir. Nəzarət mexanizmi var. Nəzarət mexanizminə qurulur, bəli. Bunlardan biri torpaq analizi məsələsi idi ki, bəlli bir hektardan yuxarı olan əkin sahələri torpaq analizinə cəlb olunmalıdır. Neçə hektardan yuxarı? 3 hektardan yuxarı, orada intervallar var təbii ki. 3 hektardan yuxarı torpaq sahələri, təbii ki, orada birili və çoxilli bitkilərə görə nümunə sayı məsələsi var, dərinlik məsələsi var. Bununla bağlı bizim fermerlərimiz təbii ki, Okean saytından, rəsmi veb saytından daxil olub, oradan daha detallı maraqlana bilərlər. Ayrıca torpaq analizlərinin verilməsi üçün akreditasiya olunmuş laboratoriyaların siyahısını, adreslərini, ünvanlarını, kontakt nömrələrini oradan əldə edə bilərlər. Bəli, bəlli bir hektardan yuxarı olan torpaq sahəsinə görə fermer torpaq analizi verilmirsə, qaydalara görə, yəni Aqrar Subsidiya Şurasının protokolunda nəzərdə tutmuş qaydaya görə, həmin hektara görə hesablanmış məbləğdən 30 manat kəsinti edilməklə və ya 30 manat azaldılma edilməklə subsidiya ödənişi həyata keçirilir. Yəni fermer
subsidiyadan faydalanmır demək deyil. Yəni məhrum olunmur. Məhrum olunmur. Sadəcə bəli. 30 manat hansı ki, Azaldılma. Agrokimyəvi analizin ödəniş qiymətidir də bu, hə? Təqribi olaraq Təqribi. bəli. Təqribi olaraq bəli odur. O qədər məbləğdə azaldılma edilməklə hər hektarına azaldılma edilməklə fermerə geriyə qalan məbləğdə subsidiya ödənişi həyata keçirilir. Əslində aqrokimyəvi analizin edilməsi təşviq olunur bu metodla. Təbii ki, fermer bilməlidir bununla ki, siz demək istəyirsiniz ki, əslində siz aqrokimyəvi analizi verməlisiniz. Yəni qaydalar düzdür, icbari deyil də. Yoxsa icbari sayılır bu? Yox, icbaridir, icbari. İcbari olduğuna görə tutulma. Təbii ki. Hə. Təbii ki. Nəzərdə tutulur. Bəlli bir hektardan aşağı olarsa o könüllüdür. Fermer istəsə, təbii ki, öz xeyrinə, o torpaqda nə əkə bilər, nə əkə bilməz və yaxud nə vaxt əkə bilər və yaxud əkməsi üçün hansı minerallar çatışmırsa, nə etməlidir, hansı qulluq aparmalıdır. Bu məqsədlə zaten torpaq analizi, aqrokimyəvi analiz həyata keçirilir. O məlumatlandırması üçün, özü bilməsi üçün təbii ki. 3 hektardan aşağı ərazilərdə könüllüdür, icbari deyil. Amma 3 hektardan yuxarı sahələrdə artıq icbaridir. Aydındır. Yəni həmin vətəndaşa bir növ buradan həm də cavab vermiş olduq, bir daha cavab vermiş olduq. Qaydalar çərçivəsindədir hər şey. Bu məsələ çox vacibdir. Biz fermerin real dostuyuq və fermerin real dostuna da qarşı tərəfin fikrini öyrənmək üçün dəvət edirik. Əgər sözünüz varsa elə bizə də yazın. Həmin o fermeri hətta mən özüm də gelib görməyə hazıram. Bütün fermerlər, zəhmətkeşlər dövlətin diqqət və qayğısının nəzarətindədirlər, necə deyirlər və bu sahədə hər zaman, hər an, hər dəqiqə həm Kənd Təsərrüfatı Nazirliyinin aparat, eyni zamanda rəhbər şəxsləri, eyni zamanda tabeli qurumların əməkdaşları bu mənada daim bölgələrdə olurlar, görüşlərdə olurlar, vətəndaş qəbulları keçirirlər. Bu zamanda hər hansı bir sözünüz və ya narazılığınız varsa çox rahatlıqla bunu deyə bilərsiniz. Düz dedim, Rəşid müəllim. Əlbəttə, Osman bəy, bilirsiniz ki, 1 milyona yaxın artıq fermerlə işləyirik, amma aktiv olaraq bunun 400 minə yaxını aktivdir. Qeydiyyatda olan 1 milyona yaxın fermer qeydiyyatda var və verilən bütün sorğular, hətta şikayətlər, müraciətlər vaxtında qərəzsiz cavablandırılır, baxılır, bəli. Çox gözəl. Çox vacib ikinci məsələ. Toxunmaq istəyirəm o məsələyə. Söhbət 10 hektardan yuxarı buğda və 100 hektardan yuxarı arpa əkənlərlə bağlıdır. Bununla da bağlı dəfələrlə bizə müraciət ediblər. Şamaxıdan bir nəfər yazmışdı bu yaxınlarda. Biz bilirik ki, 25-26-cı əkin mövsümündən başlayaraq məhz bu tətbiq olundu. Söhbət sertifikatlı toxum tələbindən gedir. Yaxşı, əgər mən bir fermer kimi çatdırıb almamışam və ya xəbərim olmayıb, hər hansı digər səbəbdən sertifikatlı toxum almadan 10 hektar yox, deyək ki də 12 hektar buğda əkmişəm və dövrü də bitirmişəm və sertifikatı sistemə daxil etməmişəm. Rəşad müəllim, nə baş verir? Bu insanlara xüsusi yanaşma və hər hansı bir güzəşt olacaqmı? Bu qayda da, Ruslan müəllim, sertifikatlı toxum tələbi qaydası da yenə də Aqrar Subsidiya Şurasının iclasında qəbul olunmuş qaydalardan biridir. Həmin protokola əsasən avqust 2025 iclasında razılaşdırılmış qaydalara əsasən 10 hektardan yuxarı buğda və 100 hektardan yuxarı arpa əkini aparmış fermerlər sertifikatlı toxumdan istifadə etməlidir. Təbii ki, bu cəmi, respublika üzrə cəmi hektarı nəzərdə tutur. Cəmi 10 hektardan yuxarı və cəmi 100 hektardan yuxarı. Bəli. Təbii ki, bu ilk ilin, yəni 25-26 mövsümünün ilk dəfədir bu qayda tətbiq olunur. Belə bir qaydanı tətbiq edə bilməyən fermerlərimiz, sertifikatlı toxumdan faydalana bilməyən və sertifikatlı toxum əldə edə bilməyən fermerlərimiz fermerlərimizi subsidiyadan məhrum etməmək üçün bu ilin may ayında keçirilmiş Aqrar Subsidiya Şurasının iclasında yüngülləşdirici hal olaraq belə bir qayda nəzərdə tutuldu ki, bu kimi fermerlərə hesablanmış əmsala uyğun olaraq 20% azaldılma edilməklə subsidiya ödənişi həyata keçirilsin. Yəni, məqsəd nədir? Məqsəd yenə də fermerləri subsidiyadan məhrum etmək deyil. Subsidiyadan faydalansınlar, amma qaydaya riayət edilmədiyinə görə, bu qaydanın icrası aparılmadığına görə 20% azaldılma tətbiq edilərək həmin fermerlərə artıq ektisdə subsidiya hesablanır və hesablandıqca təbii ki, həmin fermerlərdə iltisamnamələr arayış alınır
bu məsələ ilə bağlı. Fermerlər həmin iltisamnamələri yazdıqca, elektron kənd təsərrüfatı informasiya sisteminə, yəni EKTS yüklədikcə həmin fermerlərə həmin əkin sahələrinə görə subsidiya hesablanır və bizim tərəfimizdən ödənişdə icra olunur. Hansı sənəd alınır? İltizamnamə. İltizamnamə. Bəli. Orada yəqin ki, fermer qeyd edilir ki, məsələn, ola bilsin ki, sertifikatı almayıb və ya əkdiyi toxum sertifikatlı deyil. Bu incə məsələdir o. Yəni sertifikatlı olmayana da verirsiniz də bu subsidiyanı, doğrumu? Bəli, doğrudur. Bu dəfə belə deyək də bu şəkildə güzəştə gedirsiniz. İlk il olduğu üçün güzəşt tətbiq olunur, bəli. Hə, yəni iki məqam var. Hörmətli fermer, əziz zəhmətkeş. Birinci məqam odur ki, ola bilsin siz sertifikatı almamısınız. Deyək ki, kimdənsə də hansısa bir toxumcudan daha doğrusu. Almamısınızsa, alırsınız, bunu vaxt keçsə də sonradan sistemə daxil edirsiniz. Bunun üçün dövlət zaman keçməsinə, yəni bəyanların belə deyək də, EKTS-ə daxil olunma dövrü var da, o zamanın bitməsinə baxmayaraq sizə güzəşt edir. İkinci tərəf isə, ümumiyyətlə siz sertifikatlı toxum əkməmisiniz, tamamen başqa toxum əkmişsiniz. Bu zaman da güzəşt edirsiniz, yenə də eyni qaydada 20% tutulma ilə, amma bu il üçün belədir. Gələn üçün yəqin ki, şura bu məsələyə yenə baxacaq və növbəti dəfə güzəşt olunmaya bilər, ona görə də mütləq sertifikatlı toxum əkin. Bu çox vacibdir sizin özünüz üçün. Toxum və toxumçuluqdan danışmışkən, elə kadrlarımızda var. Biz istəyərdim ki, biraz da çox önəmli proqram olan ərzaqlı buğda proqramından danışaq. Ölkə başçısının bu sahəyə xüsusi diqqət və qayğısı sayəsində sərəncamla ərzaqlıq buğda proqramı bir neçə müddət öncə tətbiq olundu, təyin olundu və bu sahədə artıq müəyyən işlər görülür. Kifayət qədər insan, böyük təsərrüfatlar və təsərrüfatçılar ərzaqlı buğda əkirlər. Maraqlıdır, ölkə üzrə hal-hazırda ərzaqlı buğda əkini hektar olaraq belə bir rəqəmlərimiz varmı deyə bilərsinizmi? Nə qədərdir və hansı dəstəklər mövcuddur? Ruslan bəy, statistik olaraq baxdığımızda son 3 ildə artıq ərzaqlıq buğda proqramı icra olunur, 2023-cü ildən etibarən. Təhvil verilən tonnaja baxdığımızda ilbəil bu miqdar artır. Bu miqdar artır və təbii ki, pivot altında olan əkin sahələri də artmaqdadır. Bu il 30 min hektara yaxın ərzaqlıq buğda əkin sahəsi bəyanı var, mövcuddur və artıq həmin əkin sahələrində monitorinq işləri tamamlanmaq üzrədir və məhsul yığımı da artıq başlayır. Məhsul yığımı hardasa avqust-sentyabra qədər davam edəcək. Bəli. Təbii ki, burada subsidiya ödəməsinə toxunduğumuzda, burada əsas iki məsələyə baxmaq lazımdır. Bir, Aqrar Subsidiya Şurası ilə tənzimlənən, nəzərdə tutulmuş hər tonuna görə, təhvil verilmiş hər tonuna görə 100 manat nəzərdə tutulur. Ayrıca olaraq Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş dövlət tədarük qiyməti ilə orta aylıq idxal qiyməti arasındakı fərq də əlavə olaraq fermerlərə həmin 100 manat və əlavə oradakı fərq üzərinə gələrək hesablanır. Bəli. Dəyirmanlara təhvil verilmiş hər tonnajına görə fermerlərə ödənilir. Həm fermer sayı baxımından, həm əkin sahəsi baxımından, həm təhvil verilmiş məhsulun miqdarı baxımından, həm də ödənilmiş subsidiya məbləği baxımından baxarsa, ilbəil artım var. Tempi var, bəli. Tendensiya onu göstərir ki, ilbəil artır. Maraq daha da artır. Subsidiya ödənilməsi başlayacaq hardasa oktyabr, noyabr, dekabr aylarında. Təbii ki, tərəfimizdən yoxlamalar həyata keçiriləcək. Orada da bəli bir şərtlər var, sığorta məsələsi var, torpaq analizi var, suyun analizi məsələsi var. Həmin ərzaqlı buğdanın laboratoriya analizi var, təbii ki, ərzaqlıq keyfiyyət məqsədi ilə, ölçülməsi məqsədi ilə. Və dediyim kimi, əmsallar kontrol edildikdən sonra hansı ayda daxil edilibsə, həmin ayın əmsalı ilə hesablanaraq subsidiya ödənişi həyata keçiriləcək. Çox gözəl. Biz yeri gəlmişkən kadrlarda görürük, video şərhlərdə görürük. Pivot suvarma sisteminin çəkilməsinə dövlət dəstək verir, 40%-dir. Həmin əraziyə noyabrın 1-nə qədər yeri gəlmişkən Kənd Təsərrüfatı Nazirliyinə müqavilələr imzalaya bilərsiniz. Ərzaqlıq buğda əkməyə, yəni bu sahəyə, bu proqrama qoşulmaq istəyənlər 1 noyabr tarixinə qədər hər il müraciət edə bilər və Nazirliklə müqavilə əsasında
Əlavə orada dəstəklər çoxdur, əraziyə suyun çəkilməsi, elektrik enerjisinin çəkilməsi və s. və ilaxır. Bu çox strateji vacib sahədir və biz də bunu təbliğ edirik, təşviq edirik ki, qoşulun. Əgər əlavə dəstək və güzəştlərdən yararlanmaq istəyirsinizsə, hörmətli bizim fermerlərimiz. Rəşad müəllim, mən sizə minnətdaram, çox sağ olun. Biz yeni məlumatlar aldıq, subsidiyaların nə vaxt ödəniləcəyini bildik. Minnətdaram sizə, işlərinizdə uğurlar arzulayıram. Çox sağ olun ki, gəldiniz. Bir daha dəvətinizə görə minnətdaram Ruslan bəy. Təşəkkür edirəm. Uğurlu proyektdir, uğurlu layihədir. Və buradan da fermerlərimizə uğurlar arzulayıram və işləri avanda olsun. Məhsulları bol olsun. Əsas məsələ. Bəli. Çox sağ olun. Zəhmətkeş fermerlərimizə səbir, təmkin arzulayıram. Onlara bol məhsul arzulayıram. Gələn həftə Fermerin Real Dostunda görüşəcəyik. Hələlik.